أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وكذلك جعلناكم أمة وسطا لتكونوا شهداء على الناس ويكون الرسول عليكم شهيدا. Bismillah, elhamdülillah, və salatu və salamu ala Rasulillah və ba'd. Tövhidin məqsədi adlı dərslərimizə davam edirik. 8-ci dərsdəyik və bugün də mələklərin Allahın qarşısında diz çökməsi haqqında danışacaq. Qanadların yerə vurması haqqında danışacaq. Və bundan qabaqki bablar dua haqqında idi. Allahdan istəmək haqqında, Allahdan qeyrisindən istəməyin şirk olması haqqında idi. Və bu babın da ondan qabaqki bablara bağlılığı var və bunu da babın sonunda qeyd edəcəyik. Birinci babı ayə ilə başlayır. Buyurur ki, Allah subhanahu wa ta'ala Hatta iza fuz'a an qulubihim qalu maza qala rabbukum qalul haqq və huvel aliyyul kebir. Onların qəlblərindən qorxu keçdiyi zaman, yəni mələklərin deyiləcək ki, onlara deyəcəklər ki, Rəbbiniz nə dedi? Onlar deyəcəklər, haqq söylədi, o böyük, uca və böyükdür. Bu ayədə müəllif rahiməhullah bu ayəni zikr etməkdə məqsədi o idi ki, mələklər əzəmətliliyinə, cəlalətinə baxmayaraq, uca və kəramətli Allahın qarşısında qorxusundan diz çökər, qanadlarını yerə vurarlar. Və bu da göstərir ki, Allahdan qeyrisinə duanın etməyin nə qədər fəsad olmasını göstərir. Çünki əzəmətli, uca Allah qala-qala insanın başqasından nəsə tələb etməsi ağılsızlıqdır. Və hədisdə, ayə nazil olan hədisdə Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, Allah bir işi əmr etmək istədikdə, göylərə əmr etmək istədikdə, mələklər öz qanadlarını itaət, boyun əymə ilə yerə vurarlar. Sanki almaz daşın üzərində zəncir səsi kimi səs gələr. Onlar mələklərin qəlblərinə daxil olar. Yəni Allahın kəlamı. Və bu vaxtı həmin ayəni zikr edir Rasulullah sallallahu aleyhi ve sellem. Nə vaxt ki onların qəlbindən qorxu çıxdığı zaman deyiləcək ki, Rəbbiniz nə dedi? O deyəcək ki, onlar deyəcəklər ki, haqqı dedi, o böyük, uca və böyükdür. Və bunu oğrular eşitəcəkdir. Yəni, şeytanlardan olan oğrular, hansılar ki, bir-birlərinin üzərinə çıxıb, göydən vəhyi oğurlamaq istəyirlər. Eşitib onu vəhyi sehirbaza və yaxud kahinə çatdırmaq istəyirlər. Onlar səs oğruları oğurlayacaqlar səsi və ondan altındakiləri silsilə şəkildə üst-üstə düzülüb göyə kimi yüksələcəklər. Səsi ən yuxarıdakı aşağıdakına, o da lap aşağıdakına, hətta sehirbaza və yaxud kahinə ötürənə kimi. Ola bilsin, ötürməmişdən qabaq onu şihəb yaxalasın, yəni şihəb şeytanları vurmaq üçün hazırlanan
ulduzdur. Ola bilsin, həmin şihəb onları yaxalasın, vursun, həmin sözü, oğurladığı sözü kahinə, sehirbaza çatdıra bilməsinlər. Ola bilsin, şihəbdən qabaq çatdırsınlar həmin sözü və həmin doğru sözlə sehirbazlar, kahinlər 100 yalan söyləyərlər. Və bununla da cəmaat həmin bir doğru sözə görə 100 yalana inanarlar. Və onlar deyərlər ki, o filan vaxtı eşitmədinizmi, filan doğru sözü söylədi və həmin göydən gələn doğru sözə görə 100 dənə yalana inanarlar. Və bu babı zikr etməkdə müəllif rahiməhullahın məqsədi odur ki, mələklərin əzəmətliliyinə baxmayaraq, onlar Allahın kəlamı qabağında zəlil olarlar, boyun əyərlər, ondan qorxaraq. Çünki o öz zatında kamildir, sifətində, mülkündə, varlığında kamildir. O öz yaratdıqlarından hamısından üstündür. Onlardan varlıdır. Və buna görə də heç kəsə icazəli deyil ki, onunla bir yerdə ibadətə nəyisə şərik qoşsun və yaxud ondan başqasına dua etsin. Və burada da müəllif rahiməhullah bunları zikr etməklə Allahın ucalığın zikr edir, Allahın ucalığını göstərmək istəyir, bildirmək istəyir. Hətta insanlar Allahın ucalığın, əzəmətliliyin yadına salıb Allahdan qeyrisinə dua etməyi, ibadət etməkdən əl çəksinlər. Bu babla kifayətlənirik. Bugünlük bu qədər. Subhanakallahumma və hamdik və əşhədu an la ilahe illə ent və estəğfiruke.